Uşaqlar, 6 məktəb çağırıblar. Hamısalar katibəm, amma mən bir belə zəvurlar yox, mən ona yadımdadır 226, 160, sonra 134. Mənə də zəng vurub, neçə dəfə zəng vurub, yox, bura gəldi. Bilmərəm nə olub, amma imенно bura gəldi. Mən 6-cı məktəb saat 2-də, sonra xoreoqrafiyada özünüz keçirdiniz Tojoviçdə. Görə yaxşı görürəm. Tələsirəm Cengiz bəy, prosta gördük, xoş olduk. Çox sağ ol, gördüm, əlimizdə kitabı gördüm. İmza gözləyirəm. Bu kitab çox maraqlı kitab. İki dəfə oxumuşam. Yox, ona görə ki oxumamısınız. Moskvada bir oligarx olub, Maslov, çox varlı Transneft'in prezidenti. Zəng vurub mənə ki, biz istəyirəm görüşüm. Mən də dedim, görüşmək istəyirsə sonra görüşəlim. Sonra bizim bir tanınmış adamımız İskəndər Xalilov bizi yazırlar. Mənə zəng vurdu ki, maşın göndərirəm. Gəldim, danışdım, deyir ki, Marsov deyir, belə xoşuma gəlir bu kitab. Mən sizə istəyirəm pul, nə qədər pul lazımdır o vaxtlar. 1 milyon, 2 milyon dollar siz kinonu çəkiyorsunuz. Dedim, biliyorsunuz, mən kino heç vaxt çəkməmişəm ömrümdə. Mən deyirəm, yox, kino, bu kitabın üzərində kino. Mənim ümumiyyətcə, bugündən üçün 2 serial və 8 kino çəkilib bundan sonra. Amma mən deyərəm, ya Ruslama, ya Maksud İbrahim, onlar üçün gəlirlər. Bu güldü, birinci dəfə adam görürəm ömrümdə. Milyon dollar verirlər, deyir, yox, ala bilmərəm, mən deyir, siz necə insansınız, dedim, yox, bağışlayın. Sonra o getdi, dayırdı, dedim, yaxşı qaldılar. Məktəbin ən varlı otağı buranın. Bəzi tərbiyəmiz olmalı. Burada hər şey keçirildi. Biz göndəririk kitabları, çox yerə biz göndəririk yazıcılar. Azərbaycan Respublikasının müstəqilliyini və razı bütövlüyü uğrunda candan keçmiş şəhidlərimizin ruhunu bir dəqiqə sükutla yad edək.
ədəbiyyatında tanınan imzasını tənkid edirəm. Dedektiv janrını Azərbaycan ədəbiyyatında yeni mərhələyə qaldıran, əsərləri 30-dan çox dilə tərcümə olunan, milyonlarla oxucunun qəlbini qazanan xalq yazıcısı Çingiz Abdullayev. Xalq artisti, Bakı Xoreografiya Akademiyasının Xarici Əlaqələr üzrə prorektoru, dosenti Təranə Muradova. Voice Press Beynəlxalq Media və Araşdırma Mərkəzinin jurnalisti Cəmilə Təbatayeva. Tilvot Evenmark. Gösterimize hoş geldiniz. Добро пожаловать в наше мероприятие. Фотошерте Чинобе Тёкосу. Apagi event mi aparte sveget hay. Evento es nuestra evento. Yer welcome our Celeromi. Tədbirimize hoş geldiniz. Benvenuto nostro evento. Həmçinin Oşinqa Selflanger Hamida. Merhaban bikum fəbəl el-hədəfi. Əhlənən bikum fəl-fəaliyyət. Bienvenue al evenement. Mogę mi bitcoin istizya bazı. Hər şey bir olmazın və qaç daytun. Birləşmiş Millətlər 1999-cu il 21 fevralı Beynəlxalq Ana Dili Günü kimi elan edilib. Bu hadisənin tarifi bir qədər əvvələ gedir. 1952-ci il 22 fevral tarixində Pakistanda Bengal dilinin qadağan olmasına keçirilən aksiyalarda 4 nəfər tələbə şəhid olmuşdur. Dünyada məhv olma təhlükəsində olan dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma ana dilinin varlığını hiss etmək, onu qorumaq, qürur duymaq, yaşatmaq hissi olduğunu bir daha sübut edir. Azərbaycan Respublikası Konstitusiyasının 45-ci maddəsinə əsasən insanlar istədiyi dildə təhsil və tərbiyə almalı, öz istədiyi dildə yaradıcılıqlardan istifadə etmək hüququ təsbit olunur. Konstitusiyamıza görə heç kim öz ana dilindən istifadə hüquqlarına məhrum edilə bilməz. Dil, insanlar arasında gəlmiş ən geniş ünsiyyət vasitəsidir. Biz fikrimizi dil vasitəsilə başqalarına çatdırırıq. Hər bir xalqın varlığı onun dilinin varlığıdır. Əgər bir xalqı məhv etmək istərsənsə, əvvəlcə onun dilini məhv et. Bəli, dilin varsa, mən də varam. Bugün Beynəlxalq Ana Dili Günüdür. Tolstoyun da, Bayronun da, Hötenin də, Şekspirin də dili gözəldir. Amma mənim üçün Səməd Vurğunun, Bəxtiyar Vahabzadənin Mikail Müşfiqin dili daha gözəldir, daha əzizdir. Çünki bu dildə layla həcmliyi, qoşma şirinliyi, qəzəl axıcılığı var. Bu dil gözəl bir musiqi kimi səslənir. Ay çok xoşbəxtlər, indi nəvələrim gələcəklər. Nə yaxşı gəlsinlər, lap burnumun ucu göynüyor. Gəldilər. Hello grandma, how are you? Ay kızım sen de danışırsan, gel keç görüm. Hello grandpa, how are you? Sən nə deyirsən, başa düşmürəm, nəysə, keç içəri. Baba, bizdə məktəbdə təhsil ingilis dilindədir. Mən ingiliscə full danışıram. Salam Aysun, necəsən? Hello sizsə. O birlər də gəldilər. Merhaba annenim, nasılsın? Sen çok özledim. Privet babuşka, как dela? Ay uşaqlar, siz nə danışırsınız? Keçin görüm. Ay uşaqlar, siz niyə öz dilimizdə danışmırsınız? Bu qədər zəngin bir dilə sahib olarkən nə üçün yad sözlərdən istifadə etməyə israrla çalışırsınız? Oxuduğunuz kitablardan, baxdığınız filmlərdən, təhsil aldığınız məktəblərdən asılı olmayaraq hər biriniz öz ana dilinizdə fəxrlə danışmalısınız. Başqa dil bilmək üstünlükdür, amma başqa dili öz ana dilindən üstün tutmaq bu suyunu içdiyiniz ana torpağın dilini olan xəyanətdir. Çalışın, öz dilimizdə danışın. Düz deyirsən, Nəfrin, mən artıq öz dilimdə danışacağam. Ben laf utandım. Mən də. Ana dilimiz var olsun. Beni candan usandırdın. Defadan ya usanmaz
sanmaz mı? Füzulinin du şeydadır, həmişə xəlqə rüsvadır. Sorun kim, bu nə sevdadır? Bu sevdadan sanmaz mı? İmadəddin Nəsimi sığmazam. Məndə sığar iki cahan, mən bu cahana sığmazam. Məndə sığar iki cahan, mən bu cahana sığmazam. Gövhər la məkan mənəm, kövnü məkana sığmazam. Ərşlə fərşi kafünün, məndə bulundu cümlətün. Kəs sözünü və əqsəm ol, şərh-i bəyanə sığmazam. Kövnü məkandır ayətim, zatüdürür bidayətim. Sən bu nişanla bil məni, bil ki nişanə sığmazam. Kimsə güman zənn ilə olmadı haqq ilə biliş, haqqı bilən bilir ki, mən zənn-i gümanə sığmazam. Gənci nihan mənəm mənuş, eyni əyan mənəm mənuş. Gövhər ikan mənəm mənuş, bəhrə bikanə sığmazam. Zərrə mənəm, günəş mənəm, tar ilə pəncüşeş mənəm. Surəti gör bəyan ilə, çünki bəyanə sığmazam. Zat iləyəm sifat ilə, qədr iləyəm bərat ilə. Gül şəkərəm nəbat ilə, bəstə dəhanə sığmazam. Şəms mənəm, qəmər mənəm, şəhd ilə həmşəkər mənəm. Ruhi rəvan bağışlaram, ruhi rəvanə sığmazam. Gərçi bugün Nəsimiyəm, Haşimiyəm, Qureyşiyəm. Bundan uludur ayətim, ayət uşanə sığmazam. Ulu Öndər Heydər Əliyev demişdir, xalqı xalq edən, milləti millət edən onun ana dilidir. Ana dili millətin ruhu tarixidir. Dil varsa xalq var. Ana dili millətin mənəvi diriliyidir. Həyatın mayesi mənziləsindədir. Ananın südü bədənin mayesi olduğu kimi, ana dili də ruhun qidasıdır. Hər kəs öz anasını, vətənini sevdiyi kimi ana dilini də sevməlidir. Ana dili millətin ruhudur. Dil millətin yaddaşıdır. Ana dili insanın ilk və ən sadiq müəllimidir. Ana dilini sevmək vətəni sevməkdir. Dil var olduqca millət yaşayır. Dilinə hörmət, özünə hörmətdir. Ana dil xalqın namusudur. Ana dilində danışmaq qürürdür. Dil millətin varlığının əsas şərtidir. Qanadınız yox idi, dilimiz qanad oldu. Beynimiz ağbərəkdir, dilimiz yazı oldu. Bu dil mənim keçmişim, bu dil gələcəyimdir. Sönməz eşkim, həvəsim, şirin, doğma dilimdir.
Mənim dilim dahidir, mənim dilim meycaşlar, öz dilimə açıqam, qalan dillərə mən kar. Bu dil sənin dilindir, bu dil ana dilimdir. Eşitdiğim xəbərlər bu dil şərəf verir. 221 illik böyük bir aləmiz var. Azərbaycan dilində belə tədbirimiz var. Biz burada öyrənmişik dilimizi sevmək. Biz burada dərk etmişik dilə dəyər vermək. Sayımızı bəyənib çoxaldırıq kanalda, abunə olmayanlar hələ qalır qıraqda. Əziz doğma kəsləri birliyə səsləyirik, biz hər işdə sizlərdən həmrəli gözləyirik. Təhsilimiz çox gözəl, tədbirimiz füsunkar, belə qonaqları ilə məktəbimiz etaşkar. Egoist nədir xudbin, yox xudbin olmayan, içbin nədir inanlı, bədbin olmayan. Burada böyük hörmət, kişiyə rəğbət olar. Bu məktəbdə əməlliyə böyük məhəbbət olar. Azərbaycan dilinə vəfa sədaqət olar. Hər kəs öz peşəsində, hər kəs öz səngərində, sanki təhsil alırıq bütün yer kürəsində. Bu dildə imzalanır neçə fərmanlar, bu dildə süturulur şahlar əfiyə ilanlar. Gözəl dostum təhsil alır bizim məktəb elində, sanki balon şipşiri, hər sona dilində. Dil, gözəldir, şirindir, ana dilim, mənim dilim, can dilim. Hara getsəm səninləyəm, harda olsam mənimləsən, beşiyimdən qəbrə qədər dəyərlisən. Dil, gözəldir, bunu bil, yoxdur səndən daha başqa gözəldir. Ana dilim, göz açmışam gözlərinlə, laylay dedim sözlərinlə, yuxuya getdim səninlə, mən nələr etdim, kəşflər etdim, mən böyüdüm, sən böyütdün gözəl illərlə. Xoşbəxt oldum, dünya oldum, dağlar boyda eşqinlə mən. Dil, gözəldir, bunu bil, yoxdur səndən daha başqa gözəldir. Qarabağda səslənirsən, Şuşa səfər deyir hər kəs. Bu yaşamaq, bu həyatda, budur gəldi yerinə əvəz. Sən varsan, biz də varıq, xoşbəxt gözəlləşir. Qanımızda polad qanı, bu dil ilə canlanır. Dil, gözəldir, bunu bil, yoxdur səndən daha başqa gözəldir. Zəfər dili, müşrik dili, fəth etmisən hər bir eli. Sevər öyrənirik hər sözünü, hər kəlməni. Gördüm səni, xoşbəxt oldum, duydum səni, muğam dedim. Səninlə mən möcüzələr, dünya duydum. Dil, gözəldir, bunu bil, yoxdur səndən daha başqa gözəldir. Yıl açanda ilk dəfə ana söyləyirik biz. Ana dili adlanır bizim ilk dərsimiz. İlk laylanın südü ilə içirir ruhumuza bu dildə gülə-gülə. Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır. Bu dil bir-birimizlə əsl peymanımızdır. Bu dil tanıtmış bizə bu dünyada hər şeyi. Bu dil azadımızın bizə miras verdiyi. Qiymətli xəzinədir, onu gözlərimiz təkdir. Qoruyub nəsillərə biz də hədiyyə verək. Ana dilim səndədir, xalqın əqli, hikməti. Ərəb oğlu Məcnunun dərdi səndə dil açmış. Ürəklərə yol açan Füzulinin gözəli. Ey dilim, qüdrətinlə dünyalara yol açmış. Səndə mənim xalqımın qəhrəmanlıq və dolu tarixi vərəqlənir. Səndə neçə min illik mədəniyyətim, şan şöhrətim saxlanır. Mənim adım sanımsan, namusum, vicdanımsan. Mən səndən bir yaşıl budaq istədim. Sən mənə bəxş etdin zümrüd meşələr. Mən səndən kiçik bir otaq istədim. Sən mənə bəxş etdin dilbər köşələr. Mən səndən acizə həyat istədim. Sən məni çıxardın min səhərə. Mən səndən kiçik bir qanat istədim. Sən məni uçurdun ənginliklərə. Mən səndən bir dəstə çiçək istədim. Mənim üçün 4 fəsil yaz eylədin sən. Mən səndən ilhamlı ürək istədim. Sən mənə təb verdin milyon ürəkdən. Mən səndən kiçik bir sevinç istədim. Sən mənə bəxş etdin bütöv saadət. Mən səndən bir parça bürünc istədim. Sən mənə bəxş etdin xəzinə, dövlət. Mən səndən açıq bir alan istədim. Sən mənə bəxş etdin əzəmət, vüqar. Mən də başı açıq, ayağı yalın, yolunda can qoysam yenə az olar. Bəlkə buna görə əzəmətlisən, nəyin var verimisən əsirgəmədən. Sən bir ana kimi səxavətlisən, anam Azərbaycan, vətən can vətən. Bala, dilini qoru, onu unutma. Ana dili mənim kimliyimdir, onu qoruyacağam. Ana dili keçmişdən gələcəyə uzanan ən möhkəm körpüdür. Mən o körpüdə uğurla addımlayacağam. Əgər sən öz ananı sevirsənsə, doğma dilini də sev. Ana dili, ana vətən nə böyük fəxarətdir bu sözləri səsləndirmək. Ana dili sənin bu dünyadakı ən böyük sübutundur. Müəllim, ana, əmin olun ki, damarında Azərbaycan qadaxan hər kəs kimi mən də bu dili fəxrlə, imanla, qürurla yaşadacağam. Ana dilimiz var olsun.
üçün xarab olub. Bəs mən necəm axı keçirəm? Nəsə uşaqlar özünüzü məktəbdə yaxşı aparın ha. Nəsə ehtiyacınız yoxdur ki, demək getdi. Ata, başım xarab olub. İnşallah motor yox, mühərrikin düzələr. Bir də ki, İmenla yox, mən. Çox sağ ol qızım. Ay Allah, bu nə idir axı? Ay uşaqlar, portuskanı açın da, evdən yemək gəlir axı. Uşaqlar, bir də ki, mən indi işə gecikirəm. Siz xaladeldən yeməyi tutubqaya qoyub yeyin, sonra məktəbə gedirim. Ana, ay ana. Hə nəzir, məktəbə gecikirsən, nə var? Portuçka nədir? Yəqin, nəfəslik demək istəyirsən. Xaladenik, bu nədir? Yəni soyuducu, elə deyil. Şufka da yəqin sobadır. Hə də qızım, tələsik deyiləm. Ana, nə qədər tələsək də öz ana dilimizdə danışmalı. Bu inci tək gözəldir də, başqa sözlər qatmamalıyıq. Düz deyirsən qızım, mən daha çalışacağım ki, Azərbaycan dilində danışım. Bu qanşaqlara qoymuş, bunun yeri yoxdur. Raşok nədir? Yəqin davankeş deyirsən. Görəsən heç başqa ölkələrdə davankeş deyirlər. Bəs biz niyə başqa dillərdə danışmağa bu qədər meyilliyik? Sən də ki bezdirmisən. Nəzri, sən düz deyirsən, biz gərək başqa dillərdə falan takılmayaq. Ay qız, falan nədir? Bir də ki, falan yox, filan deyilir. Takılmaq nədir? Yəni danışmayaq. Hə, düz deyirsən. Əzizlərim, məndən inciməyin. Siz, mən, hamımız gərək çox çalışaq ki, bu gözəl dilə zərər gəlməsin. Dilimiz yad dillərin hücumuna məruz qalmasın. Dilimiz gözəlləşsin, çoxalsın, böyüsün, bir Azərbaycan olsun. Ana dilimiz var olsun. Çox müdrik bir elim var. Danışanda balda da Azərbaycan dilim var. Bir körpə sevgiyle dil atsa desə ana, o gündən də həmindir, toxmuş olar qanına. Yaşsız doğma dil kimi mənim qəlbimə yatmaz. Necə yaxşı bilsən də ruhuma sevgi qatmaz. Mənim üçün yad bir dil, ana dil ola bilməz. Çünki heç vaxt beynimdə düşünmürəm yad dildə. Dilim dilimə yatar, dilim bal şəkər dadar. Hər dilin gözəlliyi elində aynı olar. Dilim nizami dili, Füzuli qəzəlidir. Şəhriyar sadəliyi dahilərin dilidir. Dilim Üzeyir dili, Niyazi əsəridir. Dilim Dədə Qorqudun müdrişi zirvəsidir. Gözəl dilim bir dastan, kitabəsi qobustan. Var minillik tarixin, yaşa ey Azərbaycan. Dilim ata-anamın məni sevdiyi dildir. Mənim doğma dilimdir, Azərbaycan dilimdir. Uşaqlar, bilirsiniz 220 nömrə məktəbə təbii dillə gəlir. Doğrudan da gəlir. Üzünlü intellekt var idi, təbii intellekt də gəlir. Bir də bizim məktəbdə var. İnanmır, sizə indi gələcək, baxın. Salam, təbii. Salam, əziz uşaqlar. Nəfət etdi və həlak oldu sözlərin fərqi nədir? İnsan öz əcəli ilə ölürsə, o həlak olmur, vəfat edir. Amma müharibədə döyüşüb həyatını itirirsə, o həlak olur. Çox sağ ol, təbii ki. Sən də sağ ol, əziz dostum. Təbii ki, sən bir sualım var. Buyur. Mən dəstə qapını qopdu dedim, müəllim mənə hazırlandı. Bəs qapını qopdu demək olmaz ki, təbii ki. Təbii ki, olmaz. Qulp fincanda olar. Qapının isə qulpu olmaz, dəstəyi olar. Çox sağ ol, təbii ki. Sən də sağ ol. Təbii dilim. Qızı körpə desək düzgün olar, yoxsa cavan. Cavan demək olar. Cavan anlayışı insana aid ifadədir. Obrazlılıq yaratmaq üçün ağaca da aid etmək olar. Amma heyvanlara aid etmək yanlış və səhvdir. Sən elə körpə quzu de. Çox sağ ol, təbii ki. Sən də sağ ol. Təbii ki, doğradı və parçalı sözlərinin fərqi nədir? Doğramaq insana xas xüsusiyyətdir. Məsələn, ana əti doğradı. Parçalama isə bütün bir şeyi daha kobudcasına bölmək, hissələrə ayırmaqdır. Məsələn, şir ceyranı parçaladı. Çox sağ ol, təbii ki. Sən də sağ ol, əziz dostum. Təbii ki, anam deyir ki, qazan qaynayır. Səncə qazan qaynayır bilərmi? Təbii ki, qazan qaynaya bilməz. Qaynayan onun içindəki mayedir. Çox sağ ol, təbii ki. Sən də sağ ol, əziz şagird. Ağız çaşar bizimdə, bartolar sözüdür. Əziz dostum, ifadəndə yanlışlıq var. Ağız çaşmaz, dil çaşar. Çox sağ ol. Sən də sağ ol. Təbii ki, ürəyim ağrıdı yerinə, könlüm ağrıdı desəm olar.
Ürək və könül sinonim sözlər olsalar da, bu məqamda könül ürəyi əvəz edə bilməz. Könül obrazlı ifadədir. Ürək isə informativ mənada işlənən bədən üzvüdür. Çox sağ ol, təbrik edirəm. Əziz dostlar, unutmayın ki, mən uzaqda deyiləm. Mən 221 nömrəli məktəbin 7C sinifindəyəm. Nə zaman istəsəniz müraciət edə bilərsiniz. Çox sağ ol. Ana dilimiz var olsun. Keçmiş zamanlarda bir şəf vardı. O bir gün aşpazyanına çaxdırıb deyir. Aşpaz, benim üçün dünyanın en şirin yemeğini pişir. Daha sağ olsun, bu dəqiqə. Aşpaz gelir və bir müddət sonra geri qayıdır. Daha sağ olsun, dilimiz üçün dünyanın ən şirin yeməsini pişirmişəm. Bu nedir? Ben sana en şirin yemek dedim, sen ise bana dil getirmişsen. Daha sağ olsun, dünyanın ən şirin neməti dildir. Şirin dil, ilanın vaxtından çıxar. Ən çətin məsələləri həll edər. İnsana hörmət gətirər, ömrü uzadar. Yaxşı, indi isə get mənə ən acı neymətini gətir. Daha sağ olsun, baş üstüne. Aşpaz gedir və bir saat sonra geri qayıdır. Daha sağ olsun, dilimiz şimdi dünyanın ən acı neymətini pişirmişəm. Bu nedir? Yenə dil gətirmişsən? Bəli şahım, dünyanın ən acı neməti dildir. Acı dil həyatdan soyudar, dəli qırar, düşmənçiyə səbəb olar. Bu dünyanın ən acı və ən şirin neməti dildir. Əziz uşaqlar, sağ dilimiz bal kimi şirin olsun. Bu dünyada sülh olsun, dostluq olsun və şirin dilli insanlar olsun. Şəhriyarın Türkü dili şeirindən şairdir. Türkü dili tək sevgili, istəkli dil olmaz. Özgə dilə qatsam doydu əsildir, əsl olmaz. İlyas Əfəndiyevin Xurşudların haqqında əsərində deyir. Rus şairi Lermontov Azərbaycan ilə vaqif olmuş və onun şərqini Fransızca adlandırmışdır. Səməd Vurğunun Vaqif dramında Qacar Vaqifdən farsça yazmamı istəyəndə öz dilini çox sevən Vaqif ona deyir. Dayan, bu bağçanın hər budağında min gül, min çiçək bitmiş. Sizin gördüyünüz bu çoban torpağı Nizamilər, Füzulilər yetirmiş. Bəxtiyar Vahabzadənin Gülüstan poemasında şair deyir. İnsan olmaq üçün uşaq dil atar, yasaqlar önündə biz dilsiz olduq. Dil varsa xalq var, şan-şöhrət də var. Dil yoxsa xalq yox, heç varlıq da yox. İlyas Əfəndiyevin Şutman Nartaban əsərindən Nartaban deyil. Dil bizim milli varlığımızdır. Ağalar, nə qədər ki Azərbaycan xalqı yaşayır, Azərbaycan dil yaşayacaq. Mən Azərbaycan balaların Hoteni, Dantini, Şekspini, Puşkini öz doğma ana dilindən oxuyacaqları günü görürəm. O gün bu gündür. Bu gün hər bir Azərbaycanlı istənilən əsəri fəxrlə, qürurla öz ana dilində, Azərbaycan dilində oxuyur.
salamlayıram. Ayın 21-idir bu bayram. Mən qabaqcadan sizi hamınızı təbrik edirəm. Bilirsiniz, tarixdə belə olub ki, Azərbaycanda bəzi yazıcılar, bəzi şairlər, o biri dillərdə də yazsalar, amma əsli türk olub və əslində Türk kimi fikirləşiblər. Bizim dahi nizamimiz, bizim dahi Füzulimiz, o biri dillərdə də yazsalar, Füzuli 3 dildə yazırdı, amma Nizami farsça yazırdı. Buna baxmayaraq, əsli Türk idi, Gəncədə idi və mən təzəlikcə gəlmişəm İtaliyadan, orada şairlər parkı var. Və şairlər belədir ki, onlar bütün dünyada onları tanıyırlar. Dante, Pushkin, onların adları yalnız yazılır. Amma ona görə ki, bizim bəzi qonşularımız deyildi ki, o Nizami Azərbaycanın deyil, Nizami bizimkidir. Ona görə orada yazıblar, şəkili də mən qoymuşam. İtalyan dilində. Azərbaycano poeto Nizami Gəncəvi. Yəni Azərbaycan şairi Nizami Gəncəvi. Və bu düzdür. Ona görə ki, doğrudan da əsli türk olub və həmişə də bunu yazanda bu hiss olunurdu. O biri də yazıcılarımız İsmail Bey Qaşınlı Fransız dilində yazırdı. Amma əslində Azərbaycanlı idi və nə yazırdı, orada hiss olunurdu ki, o Türkdür, Azərbaycanlıdır. Bizim böyük Türk yazıcımız dünyada tanınan Çingiz Aytmatov, o Rusça yazırdı. Amma heç kes yaza bilməzdi Çingiz Aytmatov kimi mankurtları. Bunun üçün sən əsl Kirgiz olmalıydın. Azərbaycanda da belə olub ki, bəzi adamlar, Rustam, Maksud İbrahimbeyevlar, İmran Qasımov, Rustam Ramiz Fətəliyev Rusça yazıblar. Amma yazanda Azərbaycandan yazıblar. Yazanda Azərbaycan mühitindən yazıblar. Mən sizə deyim, mən bilirəm necə çətindir ümumiyyətcə tərcümə məsələsi. Bax, mən Anarı tərcümə eləmişəm Azərbaycan dilindən Rus dilinə. Halbuki Anar məndən pis bilmir Rus dilini. O 3 dəfə ali təhsil alıb Rus dilində, məktəbi qutarıb Azərbaycan dilində və yazıları hamısı təbii Azərbaycan dilindədir. Amma buna baxmayaraq sonra 3 dəfə, bir dəfə Bakıda filologiyanı, sonra da 2 dəfə Moskvada Rus dilində qutarıb. Mənə verib kitabı ki, sən tərcümə elə, yine mən tərcümə elədim və and içdim ki, daha ömrümdə tərcümə eləməyəcəyim. Ona görə yox ki, mən Rus dilini, Azərbaycan dilini bilmirəm. Ona görə ki, mənə daha sərfəlidir, mən kitab yazım, neyin ki, mən mütləq onun sözü ilə yazmalıyım. Mən yazanda Word-da kim indi internetdə işləyəcək ya da işləyir bilirlər. Orada telefonda da bu var, valideynlərdən götürsüz telefonu görərsiniz. O sənin yerivə sözləri axtarır və o sözləri qoya bilər. Mən həmişə çalışıram ki, mənim öz sözlərim olsun, Word-un, kompüterin olmasın. Amma bu çətindir. O bir tərəfdən də, əgər biz götürürüksə, ana dildən danışırıqsa, götürürüz bir nümunə bizim hörmətli prezidentimiz İlham Əliyev. O 6-cı məktəbi qutarıb, biz hamımız bilirik, Bakıda, Baksovetun yanında Rus dilində, sonra Rus dilində Moskvada oxuyub, çox tanınmış dünyada tanınmış bir universitet idim ki, o idi. Sonra da Rus dilində dərs deyib həmin orada və bəzi nazirlər, xarici nazirlər də onun tələbələri olur. Amma buna baxmayaraq görürüz bugün Azərbaycan dilində danışanda bizim yazıcılarımız deyirlər, hələ bir bu uşaqdan kitab oxuyub və bu belə gözəl danışır, belə sözlər işlədir ki, biz əsrər qalırıq. Bu sözləri axı bu insan bilməlidir və əsas odur. Bugün baxdım hansı dillərdə danışırız, fikirləşdim ki, düz 30 dildən çox tərcümə olunub. Hindistan və Koreya dilə məni tərcümə eləməyib. O birisi dillərdə var mənim tərcümələrim. Və mən fikirləşirəm ki, bizim hörmətli prezident görürüz 5 dildə necə sərbəst danışır. Təbii Azərbaycan dili ana dilidir, amma biz görürük də bunu Rus, Türk, İngiliz və Fransız dilləri necə sərbəst danışır. Bəlkə bu nümunə olmalıdır bizim cavanlarımıza ki, dil bilmək yaxşıdır. Təbii əsası ana dili olmalıdır. Amma əgər siz o biri dilləri də bilsiniz, bu pis deyil və siz onda dünyaya çıxa bilərsiniz və bu dillərdə danışa bilərsiniz. Xüsusilə indi birinci dil dünyada İngiliz dilidir və istədin də istəmədin də telefonda
çoxlu sözləri sən ingiliscə bilməlisən ya da kompüterdəki onu ilə işləyə bilərsən. Mən həmişə deyirəm, hansı dili bilirlər, bilsinlər, onun ürəyi Azərbaycanlı olsun, onun mövqeyi Azərbaycanlı olsun. Bilirsiniz, bizim axırıncı müharibədə 20-ci ildə 3.000 yarım cavan uşaqlar həlak oldu. Mən Yaşad Fondunun rəhbərliyindəyim, ona görə bilirəm dəqiq. Orada 50, 60, 70 yaşında kişilər olmayıb. Orada hamısı cavan uşaqlar olub. 20, 21, 22, 23 yaşında. Heç kes onlardan Qarabağı görməyib, inanın mənə. Ona görə ki, 30 ildə orada bizim qonşular oturmuşdu və bizi də buraxmırdı, zəbt eləmişdi bizim torpaqlarımızı. Amma bunlar inandılar. Bizim şairlərimizə, yazıçılarımıza, bizim müəllimlərə, əslində bu müəllimlərin qələbəsi olub ki, bu uşaqlar inanıb, könüllü gedib orada vuruşurdular. Öz analara inandılar. Qəhrəmanı ana böyüdür. Əgər ana qəhrəmanı böyüdməsə, o heç vaxt qəhrəman olmaz. Görünür, analara da inanıblar, gedib orada vuruşurlar, həlak olur. Və əslində siz bunu tez-tez eşidəcəksiniz ki, 20-ci ildən sonra xüsusilə 23-də bizim torpaqlarımızı qaytarıblar. Xeyr, bizim ləyaqətimizi qaytarıblar. Bizə qaytarıblar. Ona görə ki, heç bir Azərbaycanlı razı olmurdu ki, Şuşa, Füzuli, Ağdam, Kəlbəcər, Laçın qalsın bizim qonşularımızda. Və bir çox vacib məsələyə siz böyüdükcə onu başa düşəcəksiniz. Bizi qovanda Qarabağda, bizi öldürəndə yalnız Xocalıda 600-dən çox uşaq, ana, qocaları öldürürlər. 23-cü ildə mən orada şəxsən özüm olmuşam. Qarabağdan ermənilər gedəndə biz bir adamı da öldürməmişik. Bir uşağın da burnunu qanatmayıb. Bizim polis işçiləri onlara konfet, çörək və su verirdilər. Bax, mən istəyirəm ki, bunu siz həmişəlik yadınızda qalsın, hamımızın ki, bax, biz belə xalqıq. Biz doğrudan da çox böyük xalqıq və öz böyüklüyümüzü biz sübut elədik. Biz doğrudan Nizami, Füzuli, Nəsimi, Sabir, Müşfiq xalqıyıq. Bilirsiniz, indi mən bura gələndə bilmirdim ki, biz burada görüşəcəyik, amma bu doğrudan da olub. Füzulinin qəbrini biz bir yerdə ziyarət eləmişik. Kərbəlaya getmişdik, İraqa və maraqlı nədir ki, Füzuli 1000 ildən sonra İmam Hüseynin miçetində dəfn olunub. Peyğəmbərin nəvəsi idi İmam Hüseyin. İmam Hüseyini 1000 ildən sonra qətlə gətirəndən sonra Füzuli dedi ki, məni aparız orada dəfn edirik, onun kölgəsi gəlsin mənim qəbrimə. Mən şəxsən onu görmüşəm, orada olmuşam. Bu Füzuli, bu şair nə yazmışdı ki, 1500 ildən sonra da 500 il geçti. Heç kesi yaxın buraxmayıblar. Orada padişahlar olub, sultanlar olub. Niyə görə şairi gəlib həmin o yerdə dəfn ediblər? Bəlkə kimsə sizdən, cavanlardan Gəncəyə gedəcək ya da olub orada. Gəncədə Nizaminin mavzaliyi var. Biz fikirləşirik ki, niyə görə 1000 ildə heç kesin qəbri qalmayıb orada. Amma nizakası bir şair olub Nizami. Onun qəbrinə gəlib insanlar baş əyirlər. Çingiz Xanın dəstəsi keçmişdi. Özü yox idi, amma da 2 tümən keçmişdi. Təmirlan var idi, Nədir Şah keçmişdi, Selim Xan keçirdi, Abbas Şah keçmişdi. Nə qədər orada padişahlar olub. Heç kesin izi tozu qalmayıb. Amma Nizamiyə gəlib baş əyir. Görünür bu şairlər, yazıcılar neysə yarada bilirlər ki, sonra minillik qalırlar xalqın tarixində. Və mən sizə deməliyim, mən dedim, bugün gələndə gördüm 3 şair sizin məktəbimizdən. Bizim kim gəlir yazıcılar birliyə görür nə qədər bizim cavanlarımız həlak olublar bu müharibələrdə, bu 35 ildə. Və mən sizə deməliyim ki, bizim 11 yazıcımız öz evladlarını itirib, onlar şəhid olublar. Onların arasında xalq şairi Xalil Rza, xalq yazıcısı
Sabir Əhmədli, yəni çox tanınmış insanlar öz evladlarını yitiriblər vətən uğrunda. Bu torpağı biz qaytara bilmişik. Mən arzu edirəm ki, daha heç vaxt müharibə olmasın, amma biz yadımızda qalmalıdır ki, biz qəhrəman xalqı, biz onu qaytara bildik və ona görə ki, bizim belə qəhrəman cavanlarımız var idi. Çox sağ olun ki, məni bugün çağırmışsınız. Sağ olun. Çok sağ olun. Ben size hediye vermezdim. Buyurun. Mən də hər kəsi salamlayıram ürəkdən. Məktəbin rəhbərlərindən çox sağ ol deyirəm ki, dəvət edədiniz bu gözəl, önəmli bayramımıza. Mən hər kəsə əsas can sağlığı arzulayıram. Biz böyük bir müəllimlər işlər görürük, gələcək böyüdürük və tarixi, mədəniyyəti qoruyuruq. Çingiz müəllim tarixdən çox ətraflı, çox gözəl danışır. Hər zaman xoşdur ki, bugün bu gələcək nəsil gözəl şeirlər, gözəl mahnılar, gözəl sözlərlə, tamaşalarla, rəqslərlə bu gözəl bayramı qeyd elədilər. Təşkilatçılara çox sağ ol deyirəm ki, hər zaman uşaqları gözəl yola önəldirsiniz. Mən ümid eləyirəm ki, burada İspan, İran, Ərəb dilləri biz bilməliyik. Amma əsas nədir? Azərbaycan dilidir, ana dilidir, ana sözündən. Ona görə mən sizə uğurlar arzulayıram. Siz hər zaman yaşayıb və yaradacaqsınız. Hər zaman bu günü böyüyəndə xatırlayacaqsınız. Mən də öz məktəb illəri hər zaman xatırlayıram. Və sizin yolunuz hər zaman açıq olsun. Siz hər zaman Azərbaycanı təmsil edəsiniz. Təbrik edirəm. Benim kitabımı okuyun, ama kitap okuyun. Çok lazım, size lazım. Lütfen, siz görevde başa düşeceksiniz ki hayatın mentığı nedir. Ona göre mütlak kitaplar. Sağ olun.